Meksikadan bütün Azərbaycan salam olsun. Mən Çingiz Pəhlivan. Bu videonu nəyə görə çəkirəm? Bu videonu ona görə çəkirəm ki, artıq mən əsəb keçirdirəm. Həqiqətən çox əsəbləşirəm. Bax, dəfələrlə baxıram idmançılara, əziyyət çəkirlər. Məsəl üçün Bəhram Rəcəbzadə getdi, döyüşdü, vuruşdu, illər boyu qalib olur. Axırda bir dənə zəncirlə döyüşdü, kiçik bir səhv oldu, uduzdu, millət töküldü, hamısı orada. Amma Bəhramın uğurlarına, qalib olan videolarına like verən az oldu. Məsəl üçün yerimiz Tofiq Musayev, Allah onun canını sağ eləsin. UFC-də döyüşdü, kommentləri oxuyuram, yazırlar, cığalçılıq oldu. Biri yazır, nə bilim, Tofiqin bəxti gətdi, biri deyir oldu. Bəsdirində. Mən elə bilirdim ki, həqiqətən ancaq söhbətimə. Akazvitsə, yəni Azərbaycanda belə bir kütlə artıq yetişir. Vətənpərvər yox, vətənpərvəri bunlar image ediblər. Gör, bunlar vətəni sevirlər. Allaha and olsun deyirəm ki, 70%, 80% Azərbaycanda yaşayan qadınlı, kişili, uşaqlı, 80% insanın idmana marağı yoxdur və idmançının uğruna da sevinmirlər. Ümumiyyətlə, idman qardaş bizim ölkədə niyə bu səviyyəyə gəldi, düşdü? Kim bunu belə elədi? Nəyə görə bu belə olmalıdır? Qardaş, bu idmançı, sən UFC-də gedib döyüşmə hər oğlanın başı üçün deyil. Gedib orada döyüşür, qalib olur. Sən onun videosuna like verməlisən. İndi adlarını çəkməyəcəm o bəzi insanların. Bəzi insanın videosunu, video paylaşır o lazımsız o axmaq insanlar, o trofeylər. 1 milyon baxış gəlir, 1 milyon baxış, 200 min like gəlir. Adam gedib sənin bayrağı ucaldır, sənin ölkəvin adını tanıdır. UFC-də Xəbib Nurmagomedov getdi, UFC-də Dağıstanı tanıtdı. Dağıstanı yer üzündə tanıyan yox idi. Həmçində Tofiq Musayev gedir, UFC-də döyüşür. Orada daimi döyüşlərdə qalib gələr inşallah. Onun hesabına Azərbaycan tanınacaq. Neçə ildə Azərbaycanı dünya üzründə tanıdan yoxdur. Siz burada deyirsiniz dünya tanıyan. Dünya, mən Meksikadayım, şəxsən Meksikada Azərbaycan tanıyan yoxdur. Redki Meksikalı Azərbaycan, çox redki 10 min Meksikalıdan biri ikisi Azərbaycan tanıyır. Qardaş, idmançılar əziyyət çəkir. Heç olmasa dilivizi qoyun o bəzilərlə. Dilivizi qoyun qarnınıza. Xoşun gəlmir, oraya düşük sözlər yazmayacaq. Mənə yazırsınız bildiyim, mən pəhlivanam, mən lap belə sizin gözünüzə düşmənəm. Yaxşı, Tofiq sizə nağarıbdır, o birisi sizə nağarıbdır. O boydana ağır atletlərimiz var, powerlifterlər var. Bir dənəsinin adını çəkmirlər, bir dənəsinə like verən yoxdur, dəstək verən yoxdur. Allaha and olsun, bu gedişlə idman təmiz öləcək Azərbaycanda. Ölü səviyyəsindədir. 3-4 dənə şablon idmançı var. Elə bilirlər ki, elə 3-4 o şablon idmançılar da ki, elə özləri üçün, elə ölkənin içində fırlanırlar. Ölkənin adını tanıdanı dəstək olun. Sabahlarım sənin də evladın gedə bilər, ora çıxacaq. Sənin evladın gedər, idmançılar öndə olar. Ona da sən başqasına nə edirsənsə, sənin balavın başına gələ bilər o. Sənin əzizivin başına gələ bilər. Siz elə bilirsiniz ki, sənin filan idmançı, sənin sabahlarım nəvən gedər, idmançı olar, onun başına gələ bilər. Bir olun, biz belənsən bir millət deyildik, biz belə bir xalq deyildik, biz idmana sevirdik, idmançıya dəstək olurduq. Mən yenə deyirəm, mənə dəstək olunmayın, heç istəmirəm mən. Amma fakt dünən kişi gedib qalib olubdur, girib kommentləri oxuyuram, cındır söz yazırlar. Sizin üzünüzə, o kim ki artıq əski sözlər yazır, şərəfsizlər. Allah'a and olsun, nifrət edirəm o bəzi insanlara mən.